Xəbər verdiyimiz kimi Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın hərbi siyasi rəhbərliyinə artıq xəbərdarlıq eləyib. Nazirliyin Ermənistanın bölgədə vəziyyəti gərginləşdirməsi ilə bağlı atdığı addımları əsas gətirir və hesab eləyir ki, baş verəcək hadisələrə görə məsuliyyət ermənilərin üzərinə düşür. İrəvan isə yenə suları bulandırmaqla məşğuldur. Amma bu bulanıq suda indi kim balıq tutacaq, orası bəlli deyil və yaranan vəziyyəti, daha doğrusu bu yaranmış bu vəziyyəti əməkdaşımız Jalə Mütəllimovanın şərhindən eşidəcəyik. Ağdam-Xankəndi yolunda yaranmış vəziyyətlə bağlı ermənilər yenə dünya dövlətlərinə müraciəti başlayıb. 3 il əvvəl olduğu kimi hücum eləyib, sonra kömək umurlar. İlk müraciət ünvanı Amerika Senatıdır, ancaq baş uclarındakı Fransız siyasətçilərini kənara qoyub Amerikadan dəstək ummaları da bir qəribəlikdir. Bəzi mənbələr yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan yaranmış hərbi siyasi durumdan çox razıdır. Görəsən niyə? Paşinyanın əleyhinə miting təşkil olunur. Və istisna etmirəm ki, həm Paşinyanın orduda tərəfdarları bu provokasiyaya gedərək hayharay qaldırmaq ki, burada müharibə qapımızdadır, siz burada miting eləyirsiniz, hökumətə qarşı çıxırsınız və əks də ola bilər ki, Paşinyanın, belə deyək, orduda əleydarları bu provokasiya ilə hökumətin acizliyin nümayiş etdirmək və Paşinyanın yıxmaq üçün əlavə argumentlar gətirir. Yeri gəlmişkən qeyd edək ki, Qızıl Ayın Rusiyalı sülh məramlara təhvil verdiyi və Xankəndinə aparılması planlaşdırılan humanitar yükün qarşısı Əsgəran ərazisində separatçılar tərəfindən kəsilib. Bundan başqa, Xankəndidən yayılan yeni görüntülərlə ərazidə kütləvi aclıq mifi də darmadağın olub. Eyni zamanda dünyadan aman diləyən Ermənistan Azərbaycana qarşı yenidən hərbi əməliyyatlar başlatmaq üçün Xankəndi, Kərkicahan, Xələfi yolu ilə əraziyə silah-sursat daşıyır. Üstəlik, Ermənistan artıq özünün başlatdığı təxribatlarda 2 hərbiçi itkisi barədə rəsmi məlumat açıqlayıb. Azərbaycan isə yenə də humanizm və sülh tərəfdarıdır. Və bunun isbatı olaraq Ağdam-Xankəndi yolunun elektrik enerjisi ilə təmin olunması üçün ilk dirəkləri qaldırır. Bəs qarşıda hansı siyasi addımlar və qərarlar gözlənilir? Kəlbəcər və Gədəbəy istiqamətində Azərbaycan ordusuna edilən hücum ona gətirib çıxardacaq ki, Azərbaycan 1976 və 1991-ci il delimitasiya demarkasiyasına Paşinyanın təklifini qəbul etməməlidir və biz 28 aprel 1920-ci ilə qədər olan sərhədlərimiz məsələsinə qayıtmalıyıq. Azərbaycan rəsmi olaraq bəyan edir ki, Azərbaycan ordusunun bölmələrinin güya erməni mülki əhaliyə təhlükə yaratması barədə Ermənistan tərəfinin yaydığı məlumatın heç bir əsası yoxdur. Azərbaycan ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatına qarşı zəruri cavab tədbirləri görür və yalnız legitim hərbi hədəfləri atəşə tutur. Jalə Mütəllimova, Rüstəm Mikayılzadə, Rauf Məmmədov, ASTV Xəbər.